Dünya həyatı insanı və müsəlmanı aldatmasın. Yaşadığı bu dünyada sanki burada əbədi qalacaqmış kimi fikirləşməsin, düşünməsin. Və bu sözləri deyəndə kimsə demir ki, müsəlmanın evi olmasın. Kimsə demir ki, miniyi olmasın. Kimsə demir ki, bağı bağçası olmasın. Lakin yeganə söyləniləcək söz odur ki, dünya məqsəd olmasın. Çünki məqsəd axirətdir. Çünki qalıcı diyar, diyarların ən gözəli, məskənlərin ən üstünü, gediləcək və qazanılacaq yerlər üçün çalışılmalı olan axirət diyarıdır, axirət yurdudur, cənnətdir. Allah Subhanahu Taala'nın razılığı qazanmaqdır, cənnətdə uca Rəbbimizi görmək üçün yarışmaqdır. Bunun üçündür. Dünyada elə ol ki, sanki qəribsən, yaxud da yolçusan, keçib gedəcəksən. Dünya sənin üçün